Hər vaxtınız xeyir olsun. Küləkli hava şəraiti ilə əlaqədar bir xəbərdarlığı diqqətinizə çatdıracağıq. Bilək ki, güclü küləklə bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib. Odur ki, diqqətli olaq. Belə ki, Azərbaycanda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, sentyabrın 30-u gündüzdən oktyabrın 2-sənədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Gəncə, Daşkəsən, Naftalan və Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək və küləyin sürəti isə 20,8 və 28,4 metr/saniyə güclənmiş olacaq. Bakıda və Abşeron yarımadasında isə həmçinin ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq isə şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin isə 13,9 və 20,7 metr/saniyə təşkil edəcəyi bildirilir.